Gələn bu 10 manatı verməyə. 244, yıxıl 244-dən. Bax, niyə elə qaydaları pozsan? Bir, ora 60-dır. Gəlirsən 81 iç sürətlə. Ay-patrula düşürsən. 2, qadağan siqnalı, yəni sarı işıqda hərəkət davam elətdirirsən. Nədir səbəb? Sarı işıqda... Hə. Sarı, qırmızı, qardaşım mən, ikisi də hərəkəti qadağan edir. 2 halda keçirməyə icazə verilir. 1, xeyr, xeyr. O 2019-un 5 mayında ləğv olunub. Ay qaqaş, götür. İstəmirəm, sağ ol. Götür, bir ay ərzində ödəyərsin. Dostu, görüntünü göstərmək istəyirəm ki, sənə rahat ol da. Bildimdə çörək verən adamsa başa düşdümü? İstəmirəm o çörək. Get bir ay ərzində ödəyərsin də, mən sənə nə deyirəm? Bildimdə qaqaş, o sənin şəxsi problemindir, mənə nə dəxli var? Məsələn, sən, ay qaqaş, pulu gizlət də, özünü də problemə salasan mənə də. Götür pulu. Yola gedirik də. Əm Məmmədov Sərxan Nizamoğlu Zirə yolunda yol patrul xidməti məni saxlayaraq cərimə yazdı. Mən də onlardan heyfimi çıxmaq üçün 20 manat onlara vermiş kimi video çəkiliş etdim. Onlar məndən pul almadılar. Mən polislərə pul verməmişəm.